bugün təhsildən danışırıq. Bizim uşaqlar gedir Avropada marketinq oxuyur, gəlir. Amma Azərbaycan bazarının, psixotipinin, insanının heç biri o marketinq alətlərini burada işlədə bilmir. Niyə? Çünki Azərbaycan insanı ilə Avropa insanı arasında yerlə göy qədər fərq var. Yəni, amma məsələn, Yaponlardan biz öyrənsək marketingi, bu bizdə işləyəcək. Əmin olun ki, Yapon yanaşması, yaşam biçimi bizə Avropadan daha yaxındır sizcə? Çox-çox daha yaxındır. Yaponiya Turan coğrafiyasında, Turan düşüncəsində, bizə perspektivdə dilimizin quruluşu, yəni Yapon dilinin quruluşu ilə bizim dilimizin quruluşu eynidir. Yapon dilidir, Koreya dilidir, Mongol dilidir, Finlandiya dilidir, Türk dilləridir əlbəttə ki, Macar dilidir. Bütün bunların hamısı bir dil qrupundadır və düşüncə qrupundadır. Və Turan dediyimiz Türk birliyi başqa bir şeydir, Turan birliyi başqa bir şeydir.